videoya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Bütün çətinliklərə baxmayaraq Ermənistan hökuməti sülh gündəmindən dönməyəcək. Axar az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib. Görünən odur ki, Ermənistanda və onun hüdudlarından kənarda bəzi qüvvələr gündəlik olaraq müharibə təbliğatı aparır və onun həyata keçirilməsi üçün konkret addımlara əl atırlar. Bu hərəkətlər müharibə haqqında Azərbaycan hekayəsini və Ermənistana qarşı atəşkəs rejimini pozması və Azərbaycan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin hər gün olmasa da, tez-tez pozulması ilə bağlı saxta ittihamlarla ifadə olunan paralel hərəkətləri işıqlandırır, Paşinyan bildirir. Paşinyanın sözlərinə görə atəşkəsin pozulması halları əsasən məqsədsiz xarakter daşıyır. Ermənistanla Azərbaycan arasında yeni eskalasiya və hətta yeni müharibəni proqnozlaşdıran bütün söhbətlərə cavab vermək istəyirəm. Müharibə üçün heç bir əsas yoxdur. Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin yolverilməzliyini tanıyıb. Axar az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib. Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdirlər. Müharibə olmayacaq, sülh olacaq, o bildirib.